Temkaya video çəkdim, sağ olsun. Gəldi canlı yayınma 6000 mənə xal atdı ki. Bu qaqaşın indi videosu çıxdı qabağıma, amma bilmirəm kimdir, nəçidir. Yəqin ki TikTokerlərdən istifadə edir də, belənçi videolar çəkir, deyir ki, girsinlər canlı yayımda buna hədiyyə atsınlar da. İndi bu da belə yaşayır. Bu öz yerində. İndi bunu nə üçün paylaşdım videonun əvvəlində? Mən səfər üçün video çəkdim, yəni ki fikrimi bildirdim də, ona olan fikrimi bildirdim. Səfər mənə zəng elədin ki, sənin videolarını mənə atıblar. Lap yaxşı. Pis danışmışdım sən haqqında. Söyüş söyməmişəm, təhqir eləməmişəm, sadəcə fikir bildirmişəm. Və sən mənə zəng elədin. Mən sənə dedim ki, bir ailə var, 4 uşağı var, ana baxa bilmir də, pis vəziyyətdədir. Ana biraz özdə elimdən zəifdir də, yəni belə deyək. Demirəm, sənin abzalovkon deyil, sənin borcun deyil, sən onlara baxmalı deyilsən. Bir insan kimi, bir Azərbaycan vətəndaşı kimi bir-birimizi başa düşdük, danışıq cəhətdən də, danışdıq bir-birimizdən. Özdə sən mənə nələr dedin, zəng eləyəndə, yəni elə sözlər dedin, dedim mənə neynədir. Heç qətiyyən sənə mən bir dənə artıq əski hərəkət işlətmədim də, artıq söz demədim. Çünki mənim öz qanacağım, qabiliyyətim, əxlaqım mənə bəs eləyir. Və sən mənim qanacağımın, qabiliyyətimin, əxlaqımın qarşısında başqa söz də deyə bilmədim. Allah səndən razı olsun. Haqq qazandırıram sənə. Məsələ nədir? Sən mənə deyirsən ki, WhatsAppda həmin ailənin kartını atarsan. Mən lazım özümdə kömək eləyərəm. Dostlarıma da atarım, köməkli eləyər. Bəs sənin heç WhatsApp'ın yoxdur. Sənə zəng deyirəm, heç zəng getmir sənə. Ya Almaniyadasan, çünki nömrün Almaniyada göstər, Azərbaycan nömrün də var. Bax. Sən bilirsən mən polisə verdi, FBI verdi. Səsini qulaq sənə. Ehtiyac deyil, deyirsən sən yaşlıdır. Nəysə, burada bir şey söyüşdüm, sən o kimçünsə də, yəni getdi də ona. Nəysə. Üzr istəyirəm, amma gözəl insanlar. Mənim deməyim odur ki, ay Səfər, sənə bu videomu da atacaqlar. İmkan varsa, mənim WhatsApp'ımla əlaqə saxla. WhatsApp'ıma bir dənə yaz. Özün nömrəm var da səndə, WhatsApp'la bir dənə danış mənlə. 2-3 kəlmə söhbətim var da səninlə. Məcburuq eday sosial şəbəkə buradan videonu çəkək, göndərək, gəlsin, çatsın sənə. Hə, mənim haqqımda video çəkib. Hoy. Sən gəlirsən, deyirsən, qardaş, mənlə nə problem var? Mənim səninlə nə problem var ki? Sadəcə bizim danışığımız oldu da, atam. Olmadı.